Hər vaxtınız xeyir olsun qızlar. Elə açılışa hazırlaşırdım. Bir belə giyindim. Düzdür, pencəyim də var, üstümdən atacağım, amma sonra baxdım ki, Aysun, bu nədir? Necə kökəlmisən? Hal-hazırda 57 kiloyam. 53 idim mən. Mütləq şəkildə tərəziyə qalxmaq lazım deyil. Mütləq şəkildə diyetaya başlamalıyam. Qəşəng yarıqlamalıyam ki, sonra rahat tərəziyə qalxa bilim. Hal-hazırda bayağı bir çəkim var. Qızlar, mənə yazırsınız həmişə ki, bəs belə daha yaraşır sənə, çox arıqlamam. Əslində mən sizə haqq verirəm, çox haqlısınız. Mən də üzümü belə sevirəm. Üzüm belə olanda daha qəşəng görünür, nəinki arıqlayanda. Çünki mən arıqlayanda daha çox üzdən və qarın bel hissədən arıqlayıram. Amma məni narahat eləyən bu çəkidə bunlardır. İndi Günah xanımla danışacağım, görüm necə arıqlaya bilərəm ki, bir dənə bu nahiyə arıqlasın. Görən elə şey olur. Nəsə, gərək danışım. Başlayayım diyetaya. Yay gəlir.